Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Bizim bugünkü mövzumuz ümumiləşdirici tapşırıqlardır. Səhifə 68-də olacaq. Cəmi 2-3 dəqiqə çəkəcək. Ona görə də bu ümumiləşdirici tapşırıqları ayrıca bir dərs kimi izah eləmək istədim. Çünki fərqli mövzudur. Göy cisimlərinə aid olmayan bəndi seçin. Gəlin baxaq, görürük göy cisimlərinə aid olmayan bənd hansıdır? Birincidə Günəşi görürük. Günəş göy cismidirmi? Bəli. İkincidə B variantında ulduzları görürük. Bu da göy cismidir. C variantında teleskopu görürük. Bu göy cismidirmi? Xeyr. Göy cisminə baxmaq üçün lazım olan aparatdır. Ona görə cavabımız C variantı olmuş oldu. D variantında planetlər var. Bu da bildiyimiz kimi göy cisimlərinə aid nümunələrdir. Sual 2. İnsanlar nə üçün süni işıq mənbələri düzəldirlər? Uşaqlar, bildiyimiz kimi təbii işıq mənbələri mövcuddur. Günəşdir, aydır, sonra məsələn, digər təbiət hadisələrdir, şimşəkdir və s. və s. Uşaqlar, indi şimşək hər dəqiqə çaxmır, hər gün şimşək çaxmır, amma ən azından hər gün ay və günəş ola bilər də, yəni. Bu təbii işıq mənbələri olmadıqda bizlər məcbur qalırıq ki, bu işıq mənbələrini əvəz edə biləcək və ətrafımızı ən azından qaranlıqdan, təhlükədən xilas eləmək üçün, təhlükəsizliyimizi düşünməyimiz üçün işıq mənbələri düzəldirik. Bu lampa, şam və digər fənər və digər vasitələrlə mümkündür. Biz bunu daha çox ətrafı aydın görə bilmək, eyni zamanda təhlükəsizliyimizi qorumaq məqsədi ilə etmiş oluruq. Sonuncu, üçüncü sual. Yaşayış məskəninə uyğun gələn bəndi hansıdır? Uşaqlar, yaşayış məskəni nədir? Yaşayış məskəni daimi olaraq canlıların elmi olaraq sübutlanaraq canlıların həmin ərazidə yaşadığını müəyyən etməkdir. Yəni, elmi olaraq harada təsdiqlənib ki, canlı aləm mövcuddur. Harada mövcuddur canlı aləm? A variantı Saturndur. Saturna baxırıq. Saturnda yəni yaşam var idimi? Xeyr. Daha çox qazlardan təşkil olunduğu üçün orada yaşamaq mümkün deyil. Deməli, A variantı yanlışdır. B variantına baxırıq. Günəş. Günəşdə sizcə yaşamaq olar? Xeyr. Günəşdə yaşamaq risklidir. Yəni ümumiyyətlə mümkün deyil. Çünki Günəşə belə deyək ki, 1 milyon yaxın kilometrdən yaxınlaşmaq olmur. Çünki həddindən artıq isti olduğu üçün burada yaşam mümkün deyil. D variantı Aya baxırıq. Ayda yaşayım olarmı? Xeyr. Çünki ayın təbəqəsi yaşayış örtüyü üçün, yaşam örtüyü üçün əlverişli deyil. Bir zamanlar sonra bəli, süni olaraq orada yaşam yerləri yaradıla bilər, amma hal-hazırda bu mümkün deyil. Doğru cavab C variantı olacaq uşaqlar. Dünya, yəni yer planeti. Bəli, yer planetində yaşam mümkündür. Çünki orada müəyyən elementlər, hava, su, torpaq və s. Yəni istilik olan günəş, yəni günəşin rahatlıqla düşə biləcəyi yer, hər bir şey uyğun ölçüdə belə deyək, dizayn edilmişdir. Buna görə də yerdə yaşam mümkündür. Belə uşaqlar, bugünlük bu qədər. Ümid edirəm dərsimizin izahını, ümumiləşdirici tapşırıqların izahından bir şey çıxartmış olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik.